Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər və tələbələr. Xoş gördük hər birinizi YouTube kanalımda. Bugünkü yeni mövzumuz, dərsimiz tikiş istehsalı avadanlıqları modulundan tikiş maşınlarının əsas işçi orqanlarıdır. Müəyyən qədər bildiyimiz kimi tikiş maşınları müxtəlif cürdür. Onlar xarici görünüşünə, konstruksiyasına, kinematikasına, gördüyü funksiyalara görə, təyinatına görə müxtəlif qruplara ayrılır. Mənim sadalayacaq olduğum işçi orqanlar isə düz tikişli məkikli toxumanı yerinə yetirən, qismən də zəncirvari toxumanı yerinə yetirən tikiş maşınlarına aiddir. Tikiş maşınlarının əsas işçi orqanları bunlardır: iynə, sapdartan link, daban, iynə, daha sonra parçanı aparan mexanizm tamasa və məkik komplekti. Gəlin biz iynənin funksiyası ilə tanış olaq. İynə materialı deşir, üst sapı özü ilə aparır. Yuxarı qalxanda sapın elastikliyi və parçaya sürtünməsi nəticəsində iynə gözünün yanında ilmə əmələ gətirir. İynə sökülə bilən orqanlara aiddir. Parçanın qalınlığından asılı olaraq biz iynəni dəyişirik. Növbəti bizim işçi orqanımız dabandır. Daban nə edir? Dabanın funksiyası materialı iynə lövhəsinə və dişli parça aparan tamasaya sıxmaqla materialın hərəkətinə kömək edir. Dabanlar da müxtəlif saydadır. Gördüyü işdən asılı olaraq dəyişir. Bizim ən çox bildiyimiz daban növləri zəncirbənd tikmək üçün, 0,1 tikişi yerinə yetirmək üçün və sairə. Yəni daha çox tanınan, daha çox bilinən, istifadə olunan bu daban növləridir. Digər işçi orqan tamasadır. Tamasa nə edir? Tamasa parça aparan mexanizmdir. Parça materialı, məmulatı bir tikiş addımı qədər irəli və geri aparır. Xüsusən də işçi orqanlardan tamasanın təmizliyinə daha çox fikir vermək lazımdır. Məkik komplekti. Nəyə görə komplekt? Çünki bu hissə iki hissədən ibarətdir. Makara və məkik. Sap makaraya dolanır, makara isə məkikə yerləşdirilir. Məkik isə ikisi bir yerdə maşının alt hissəsinə yerləşdirilir və məkikdən gələn sap iynə ilə birləşərək ilməni əmələ gətirir. Diqqət etmək lazımdır ki, sap məkikə düzgün dolansın. Sonuncu işçi orqanımız sapdartan linkdir. Bəzən tələskənlikdə müdavimlər, şagirdlər bunu sap deyə qeyd edir. Bütöv adını qeyd etməyiniz daha məsləhətdir. Sapdartan link. Yəni səbr edərək bütöv adı ilə bunu qeyd etsəniz gözəl olar. Sapdartan link sapı iynəyə ötürür. İşçi orqanlar haqqında bu qədər. İnanıram ki, bu mövzu sizə dərsi mənimsəməkdə belə deyim, video kömək oldu. Şərhlərdə sizə daha çox maraqlı olan, çətinlik çəkdiyiniz mövzuları qeyd etsəniz, növbəti dərslərdə həmin mövzulardan video hazırlayacağam. Diqqətiniz üçün təşəkkür edirəm. Bəyənməyi unutmayın.